Salam, xoş gördük hər birinizi. Bugündən etibarən sizinlə təkrar mövzulara başlayırıq və hər bir mövzunu 3 testin içərisində 3 qayda ilə izah edəcəm. Bugünkü mövzumuz noun olacaq, indi isə başlayaq. Bizdə advice sözü verilibdir, məsləhət deməkdir və advice-dır, news-dur, information, progress və traffic. Bu 5 söz sayılmır, daha çox qarışdıranlardan. Və advice sözü sayılmadığı üçün artikellarda işlənmir. Sayılmayan isimlər saylarla da işlənmir, sayılmayan isimlər cəmlənmir və yerdə qalır A variantı. Və sayılmayan isimlər işləndiyi quantifierslər some, much, a lot of, plenty of, little və a little'dır. Ona görə A doğrudur. İkinci ən çətin tipli test nümunələrindən oflu ifadələr. 1. Bir qayda olaraq yadda saxlayırsınız ki, iki isim yanaşı gələrsə sonuncu ismə görə təklif və cəmlik müəyyən olunur. Oflu ifadələrdə isə ofdan əvvəl gələn ismə görə təklif və cəmlik müəyyən olunur. 2. Oflu ifadələrdə of əlaqəni qırır və buradakı artiklın birbaşa olaraq advice-dan əlaqəsi yoxdur. Üçüncü olaraq isə oflu ifadələrdən əvvəl gələn piece ismi məsələn sayıla bilən isimlərdir. İndi isə bizdə baxırıq ki, piece sayıla bilənsə e artiklı ilə verilib, tamamilə doğrudur. 2-də isə artiklla işlənən isim təkdə olmalıdır, slice, yanlışdır. Information sayılmırsa, saylarla işlənə bilməz, 3 yanlışdır. 4-də isə sayıla bilən isim olduğu üçün miqdar bildirən ifadələrlə işlənən zaman mütləq cəmdə olmalıdır, pieces verilib, doğrudur. 5-də isə FU ilə işlənən zaman drop yox, drops olmalıydı. Doğru variant 1, 4, Y variantı. Üçüncü olaraq isə yəli hala bağlı ən çox düşən test nümunəsinə baxacağıq. Ümumiyyətlə, təkdə olan isimlər apostrof S, cəmdə olanlar isə S apostrofla düzəlir. Və yəli halda biz önündə gələnə baxırıq. Məsələn, saylar gələrsə saylar ismi cəmləndirir və S apostrofla düzəlir. Bir doğrudur. 2-də isə sizə bir ipuc verəcəm. Ümumiyyətlə gördünüz ki, böyük hərflə yazılıb və qabağında mırı, mırısı və Z artiklı varsa, deməli soyaddır və soyadlarda Z artiklı vasitəsilə cəmlənirlər, yəni S apostrof olmalıydı. Üçüncüdə isə bir qayda olaraq yadda saxlayırsınız ki, cəmlənmə zamanı S ilə cəmlənməyən nə varsa, kökdən dəyişən, tək və cəmi eyni olan və s. hamısı apostrof S ilə düzəlir, yəli halıda. Ona görə üçü də yanlışdır. Dördüncüdə isə student ayrı qaydada S ilə cəmləndiyi üçün cəmdə də S apostrof verilməyi doğrudur. 5-də isə ship təki və cəmi eyni olan isimdir. S qəbul eləmədiyi üçün apostrof S ilə verilməyi də tamamilə doğrudur. 1, 4, 5 D variantı. Bugünlük bu qədər. Növbəti artikel mövzusu ilə bağlı olan videomda görüşənədək və bu tipli videoların davamlı olması üçün səhifəni izləməyi və yorum yazmağı unutmayın. Hələlik.